Nəhayət barış dövrü yaşanır. İnsanlar İsa aleyhissalamın barış dolu idarəsində huzur içində yaşamaya başlayırlar. Lakin bu barış dövrü qısa bir müddətlikdir. Allahın müəyyən etdiyi qiyamət əlamətləri tək-tək baş verməyə başlayır. Dünya yenidən öz köhnə halına dönür və insanlar Allahın iradəsinə qarşı gəlməyə başlayırlar. Amma nəhayət qiyamət anı gəlir. Allahın mütləq hökmü ilə dünyanın sonu gəlir. İnsanlar əbədi həyata doğru addım atırlar. Qiyamətin qopması bütün kainatın sona çatdığı və yeni bir həyatın başlandığı andır. Allahın salamı, bərəkəti üzərimizə olsun. Üzrlü hesab edin. Bugün biraz xəstəyəm, qripəm, ona görə səsim biraz narahatdır. Səsimdən narahat oldunuzsa, haqqınızı halal edin, salamatla qalın.